danışıram, yəni problemi yoxdur. Düzdür, yəni haqqım da var mənim. Necə hər yerdə yolda köçələ gedəndə çox adam olmamış. Amma buna dedirtmək lazımdır ki, dilini yayılır. Özün lütüriyən gəlirsən, get əlimi başıma belə paltar ki, Allah səni üzr istəyirəm, yaradır. Qardaşım, yəni sən icazlı olmalısan. Durub sən üzrsən, belə eləyirsən, deməyə bizim arvaqların başı xarabdır. Allah xarab onun üzr istəyirəm, get burada üzr istəyirəm. Get burada 30-cu ayı sürədən, get orada oxucu. Allah Teala nə deyir? Deyir sizə deyən axmağın özüdür. Əxlaqsızdır, əxlaqsızdır. Yəni sən bu dəqiqə özürsən, burada cəmaat sən başqa salırsan, güya biz üzürsən, biz namaz qılanlar kim ağılsız olubdur. Allah deyir ağılsızdır. Allah elə namaz qılır, başı çadır elə görə verir də. Namaz qılana görə zəyanı saxlayır da. Onu da olsun Allah elədir. Düzdür, buyur qədər ol. Mən olmuşam, neçə də olmuşam. Bizim prezidentdən tutmuş bütün baş nazirlər, nazirlər məsuliyyətlər olur. Həftənin bir günü qəbul edirlər bütün vətəndaşlar. Buyur. O dövlətin, yəni burada özəl telekanal olur. Onda xanım siz çatdıra bilərsiniz də yəqin ki, qardaş. Çatdırarıq, yəni yox, aparatının özünə gəlir, yenə bir verəndə çatdırır və zəhlər də gəlir. Yəni bu niyə çıxıb üzr istəmir? Nə kontur düzgün deyil. Ərizə də yaza bilər. Yox, indi bu niyə çıxıb üzr istəmir? İstəyir ki, başarılı olar. Belə qardaş, mən üzə hər şeyə gedərəm. Vallahi üzə o məcbur edir. Biz yəni də deyirik şəhidin olduğuna gəlmiş. Allah ustadan danışırıq. Belə geri bu ayət müəllim ediləcəm. Vaxt eləsin bir də bir görüşüm. Bir dəfə olur bir şahin gəlib burada gəldi, dedi ki, mən hətta üzr istəyirəm, şeydən onu da olsun, o xəstəxanadan çıxdı gəldi. Dedi, eşitdim gəlmişsiniz, sonra namaz qılırlardı. Nə problem biz? Qardaş, çox başqa bir tanrı. Sizin burada elə bir hava yaratsınız. Görüşmələrin, görüşmələrin, siz ne bilirsiniz? Mən özümdən çatmım, Vətəndaşlarınız ümumiyyətcən yoxdur. Sırf yəni bu şeylərlə problem, İran, təşkil, hamısı bizdə yazılı surətlər qardaşım. Yazıları ehtiyacı lazım yazımda buradan kompüterə vuracaq saytlara 1000 dənə şey yazatıracaq oraya. Yəni belədir, milyonu yazdım. Mən şəxsən söz veririm, bu da saytlar var. Uşaqlar yazsınlar, mısınlar olsun. Bugün də özümü yığışdır, üzr istəyirəm. Sən orada dindar olmayandan sonra, bu sən oturub orada təyyardan yazır, o da arvadın bir tayıdır, oturub orada. Sən deyər görürsən, sən İmam Hüseyin'in adını çəksən, sən qələt ilə çəksən, başvururken İmam Hüseyin'in ona belə çəkdirin. Onun Bayquş onun nəslidir, əbəcdədir, köküdür, həftəbəridir. Onu dəstəkləyənlərdir də.